Şəhidin böyüklüyü bundadır ki, şəhid insanlıq yolunda yanır. Şəhid egoist insan ola bilməz. Şəhid fədakar insandır. Mənsub olduğu xalqa, millətə aşiq olan insandır. Allahın da belə insanlardan xoşu gəlir. Allah belə insanlara böyük dərəcə verir. Tarixə yazılmış əfsanəydin, hak yolunda dəli divanəydin. Vermədin bircə qarış torpağını, sən mübariz kimi mərdanəydin. Umusan hər kəsə ibrət şəhidin, səninlə fəxr edir Azərbaycan. Yaşadır ismini millət şəhidim. Şəhidlərə bu qədər dəyər və bu qədər önəm verir. Peyğəmbərdən soruşurlar, ya Rəsulallah, niyə görə şəhidlər qəbirdə sorğu-sual olunmayacaq? Onlardan heç nə soruşulmayacaq. Buyurur, şəhid bütün vücudu ilə şəhidin qanı, əti şəhadət verir ki, Allahu Cəllə Cəlaluhu Rəbbi. Şəhidin qanı şəhadət verir ki, Allahdan başqa Allah yoxdur. Şəhiddən nə soruşasan? Bir halda ki, şəhid bütün varlığını Allah yolunda fəda eləyib, deməli bu şəhid Allaha bütün varlığı ilə iman gətirib. Şəhid əməli ilə sübut eləyib ki, o bütün vücudu ilə Allaha inanır, Allaha bağlanır.